De gəlin 16-cı sualın izahına baxaq. Kengurunun nahara hər budaqda 10 yarpaq olmaq ilə 2 budağı var idi. O birinci budaqdan müəyyən sayda yarpaq yedi, sonra ikinci budaqdan birinci budaqda qalan yarpaq sayı qədər yarpaq yedi. Ümumilikdə hər iki budaqda qalan yarpaq sayını tapın. Deməli uşaqlar belə düşünək. Kengurunun 2 dənə budağı var. Hər budağında da 10 yarpağı var. Burada da 10 yarpağı var. Məsəl üçün, burada da 10 yarpağı var. Buradan tutaq ki, birini yeyib. Birini yeyəndə neçə dənəsi qalıb burada? Ondan birini yeyəndə 9 yarpağı qalıb. Burada isə burada qalan qədər yarpaq yeyib. Yəni 9 dənə yeyib. Ondan 9-unu çıxaq. Burada neçəsi qaldı? 1. İndi deyir ki, ümumilikdə hər iki budaqda qalan yarpaq sayını tapın. Yəni 9 dənə burada qaldı, 1 dənə burada qaldı. Cəmi neçə yarpaq qaldı? 10. İndi cavab 10'dur. Amma gəlin başqa variantlarla da yoxlayaq. Tutaq ki, kenguru birinci budaqdan 3 yarpaq yeyib. Burada neçəsi qaldı? 7 yarpaq burada qaldı. İkinci budaqdan da burada qalan qədər, yəni 7 dənə yarpaq yeyir. Burada da qaldı 3'ü. İndi cəmi neçə yarpağı qaldı kengurunun? 10. Yəni biz istədiyimiz variantı yoxlasaq, yenə də yəni burada qalan yarpaqların cəmi 10'a bərabər olacaq. Ona görə də cavab D variantı. 17-ci sualın izahına keçirik. Deməli uşaqlar, Mehri aşağıdakı kvadratı cavab variantlarında verilən 5 fiqurdan 4'ünü istifadə etməklə düzəldib. Hansı fiqur istifadə olunmayıb? Diqqətlə baxırıq. Məsəl üçün, baxaq bu fiqura. A fiqurundan istifadə olunub. Harda? Bax, burada. Gördünüzmü? Sadəcə tərsinə çeviriblər. İndi keçək B fiquruna baxaq. B fiqurundan da istifadə olunub. Harda istifadə olunub? Baxın, burada. Eyni elə B fiqurundan və burada istifadə olunub. B fiqurundan da istifadə olunub. İndi keçək C-yə baxaq. C fiqurundan da istifadə olunub. Təbii ki, burada da sadəcə çevirib qoyublar. Olsun C fiquru. E fiquru da budur uşaqlar. Yerdə qalan E fiquru da budur. E fiqurunu da gəlin elə qırmızı ilə göstərək. Bu da E fiqurudur. Düzdür? Nə artıq qaldı bizdə? Deməli, A-dan istifadə olundu, B-dən olundu, C-dən, E-dən. Yerdə qaldı D variantı. D fiqurundan istifadə olunmayıb. Cavab D variantı. 18-ci sualın izahına keçirik. Pəri özündə 3 alma olanda onları bir banana çevirir. 3 banan olanda deməli olanda isə onları bir almaya çevirir. Başlanğıcda 4 alma və 5 banan olan pəri sonda aşağıdakılardan hansını əldə edə bilər? Deməli, pərinin 3 alması olanda onu bir banana çevirir, 3 bananı olanda onu bir almaya çevirir. İndi deməli, başlanğıcda pərinin neçə alması var? 4 alması var. 5 dənə də bananı var. Düzdürmü? 5 dənə də bananı var. İndi bu 4 almadan 3 almanı götürsə, bu 3'ünü götürsə, burada yerdə qalacaq nə? 1 alma. Düzdür? Burada elə burada götürək də. 3 almanı götürsək, burada qalacaq 1 alma. 3 almanı götürüb nəyə çevirəcək? Bir dənə banana. Düzdür? İndi keçək buna baxaq. 5 bananı var. 3 bananı olanda bunu bir almaya çevirəcək. İndi buradan da 3 bananı götürəcək. Bunu çevirəcək bir almaya. Burada da qalacaq 2 banan. İndi görək nə qədər qaldı bunda. Bax, bir banan burada qalıb. 2 banan da burada qalıb. Cəmi neçə banan oldu bu? 3 banan. İndi qalan almalara da baxaq. Bir alma burada. Bir alma da burada. 2 alma da burada. İndi 3 bananı o nəyə çevirirdi? Bir almaya çevirirdi. Düzdür? Bax, yazılıb. Deməli, bunu da bir almaya çevirəcək. Onda olacaq 1 alma ilə 2 alma, 3 alma. 3 alma da nəyə bərabər idi? Bu şəkildə göründüyü kimi bir banana bərabər idi. Ona görə də cavab olacaq A variantı.
19-cu sualın izahına keçirik. Aşağıdakı nömrələnmiş kartlar iki qutuya yerləşdirilir. Məlumdur ki, hər qutuda kartların nömrələri cəmi eynidir. Buna görə hansı kart 4 nömrəli kart ilə eyni qutuda olmalıdır? Bu məsələni həll etməmişdən öncə kartların üzərində yazılan bütün ədədləri toplayırıq. 2, 3, 4, 5 və 6-nın cəmi 20-yə bərabərdir. Biz yəni bu kartları elə bölməliyik ki, deməli iki qrupa elə bölməliyik ki, hər qrupdakı rəqəmlərin cəmi 10-a bərabər olsun. Təbii ki, burada onda iki qrupda belə eləyək. Bölsək, bir qrupda hansıları qoya bilərik? 2-ni 10 olması üçün 2-ni, 3-ü və 5-i. Çünki 2, 3 və 5-in cəmi neçəyə bərabərdir? 10-a. Bu tərəfdə isə 4-dən 6-nı götürə bilərik. Çünki bunların da cəmi 10-a bərabər olacaq. Ona görə, indi bizdən nə soruşur? 4 nömrəli kart ilə eyni qutuda hansı olmalıdır? Təbii ki, 6. Cavab ona görə yalnız 6 nömrəli kart C variantı. 20-ci sualın izahına keçək. Şəkildə hər birində bir qara diş olmaqla 2 ədəd dişli çax təsvir olunub. Balaca dişli çax bir tam dövr etdikdən sonra aşağıdakılardan hansı alınar? Bu tapşırığı etməzdən əvvəl biz həm görünən bu balaca çarxın, həm də böyük çarxın dişlərini saymalıyıq. Gəlin baxaq, balaca çarxın neçə dənə dişi var? 1, 2, 3, 4, qara dişi də sayırıq. 5, 6, 7, 8. 8 dənə balaca çarxın dişi var. İndi böyük çarxın dişlərini sayaq. 1, qaranda sayırıq. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə də böyük çarxın dişi var. İndi balaca çarx, uşaqlar. Bir tam dövr edəndə bu deməkdir ki, bunun 8 dənə dişi olduğu üçün böyük çarxın 8 dənə dişini gəlmiş olacaq. Yerdə hara gəlib çatacaq? Deməli, 16 dişdən 8-ini tam dövr edəcəksə, 8 dənəsi qalacaq. Onda hansı şəkilə uyğun olacaq? Gəlin buna baxaq, C variantına. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, elə bu C variantı olacaq. 21-ci suala baxırıq. 3 qız və 2 oğlan, hər bir qız bir oğlan ilə 1 dəqiqə olmaqla cüt şəkildə rəqs edib. İstənilən vaxt rəqs meydançasında yalnız bir cütlük var idi. Onların ümumilikdə neçə dəqiqə rəqs etdiyini tapın. Gəlin oğlanlarla qızları belə deyək, hərflərlə işarə edək. 3 qızı gəlin bu hərflərlə işarə edək. A, B, C. Oğlanları da deməli 2 oğlanı da gəlin D və E hərflərlə işarə edək. İndi bax bu A qızı hansı oğlanlarla rəqs eləyəcək? Həm D ilə, həm E ilə, düzdürmü? Yəni A D ilə rəqs edəcək, bir də E ilə rəqs edəcək. İndi gələk B qızına. B qızı hansılarla rəqs edəcək? Yenə bunların ikisi ilə. Yəni B həm D ilə, həm də E ilə. C də eyni qaydada hər ikisinə rəqs edəcək. Yəni həm D ilə, həm də ki E ilə. Hər rəqsdə 1 dəqiqə olduğu üçün, bax bu 1 dəqiqə, bu 1 dəqiqə, bu 1, bu 1, bu 1, bu 1. 6 dənə 1 dəqiqə neçə dəqiqəyə bərabər olacaq? 6 dəqiqəyə. Ona görə də cavab B variantı olacaq. Yarışda hər bir iştirakçı şəkildə təsvir olunduğu kimi bir qap peçeniya hazırlamışdı. Yəni, bu yarışdakı iştirakçıların hazırladığı peçeniya qabıdır. Aşağıdakı peçeniyalı boşqabı düzəltmək üçün ən az neçə qab peçeniya lazımdır? Yəni, bu boşqabdakı peçeniyaları düzəltmək üçün bax, bundan neçə dənə lazımdır? Biz bunu tapmalıyıq. Ona görə biz həm, belə deyək, bu sinidə, həm də boşqabda olan peçeniyaların sayını qeyd etməliyik. Gəlin qeyd edək. Əvvəlcə bunu silək, yerimiz olsun. Gəlin öncə sinidəki peçeniyaları qeyd eləyək. Baxaq, ulduzda neçə dənədir burada uşaqlar? Ulduz peçeniyadan
1, 2, 3. 3 dənə ulduz piçenya. Qoğaldan neçə dənədir? Qoğaldan 3 dənə. 3 bucaq formalı piçenyadan 3 dənə. Bu piçenyadan belə deyək, 4 bucaqlı piçenya deyək də buna da. Bundan 2 dənə. 2 dənə. Ay piçenyadan 1 dənə. Ürəkdən də 2 dənədir. Düzdür? İndi gəlin boşqabdakı piçenyaların burada eyni qayda ilə qeyd edək. Ulduzdan, gəlin burada ulduz yazmışıq, burada da ulduzdan başlayaq. Ulduzdan neçə dənədir? 4 dənə. 1, 2, 3, 4. Qoğaldan, qoğal ümumiyyətlə burada yoxdur. Yəni burada qoğal görmürük. Ona görə qoğal 0. 3 bucaqdan, bunu silək. 3 bucaqdan 1, 2 dənədir. Sonra bu formada olan piçenyadan burada 1, 2, 3 dənədir. Aypara şəklində olandan burada 1, 2, 3 dənədir. Və sonda ürək formalıdan isə neçə dənədir uşaqlar? 2 dənədir. 1, 2. Bunu qeyd etdik. İndi uşaqlar nə etməliyik? Biz, yəni, bax, bu boşqabda yazdığımız piçenyaların sayına baxırıq. Bu boşqabda ulduzdan 4 dənədir. Amma sinidə 3 dənədir. Deməli, bizə bir əlavə sinidə lazımdır ki, bir dənə də yəni belə sini lazımdır ki, biz buradan da bir dənə ulduzu götürük, belə bir boşqab hazırlayaq. Ona görə bir dənə bu. Bir dənə ulduza görə götürdük. Qoğal ümumiyyətlə bizə lazım olmadığı üçün qoğalın üstündən xətt çəkirəm. Qoğal bizə lazım deyil. Sonra keçək 3 bucağa. 3 bucaqdan burada 3 dənədir. Burada isə mənə lazımdır 2 dənə. Deməli, bundan da bizə lazım deyil. Ona görə 3 bucaq da bizə gərəkli deyil. Keçək bu formalıya. Bu formadan burada 2 dənədir. Amma boşqabda 3 dənə. Deməli, bir dənə də bundan lazımdır bizə. Bu formalıdan. Bundan bir dənə lazımdır. Düzdürmü? Deməli, bir dənə ulduza görə seçdik. Bir dənə də buna görə seçdik. İndi aya baxırıq. Aydan, uşaqlar, burada bir dənə lazımdır. Bağışlayın, burada 3 dənə lazımdır. Burada isə bir dənə var. Deməli, biz 2 dənə də ay üçün götürməliyik. Sadəcə bizə burada ən az sözü olduğu üçün, burada ən az sözü qeyd olunub. Ona görə bundan da bir dənə götürəcəyik. Ürəkdə isə, ürəkdən hər ikisində də eyni sayda olduğu üçün ürək bizə lazım deyil. Deməli, cəmi neçə piçenya lazım oldu bizə? 3 dənə. Cavab C variantı. Yenə deyirəm, niyə 4 seçmədik? Çünki bizdə deyə bilərsiniz ki, burada aydan, aypara formasında daha doğrusu olan piçenyadan bir dənədir. Burada isə 3 dənədir. Gərək biz 2 dənə də əlavə edək. Bizə ən çox desəydi biz bunu belə seçərdik. Ən az dediyi üçün biz bunların birisini seçdik, yəni ayparanın. Ona görə də cavab 3 oldu. 23-cü suala baxırıq. Hangi həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yalnız alma, çərşənbə axşamı və cümə axşamı isə yalnız mango yeyir. O bir gündə ya 2 alma ya da 3 mango yeyir. Şənbə və bazar günləri Kangi heç nə yemir. Kanginin 2 həftə ərzində neçə meyvə yediyini hesablayın. Gəlin həftənin günlərini qeyd edək özümüz üçün. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar. Kangi uşaqlar şənbə və bazar günü meyvə yemir. Ona görə bura X çəkdim, yəni yemir. Bazar ertəsi Kangi nə yeyir? Gəlin baxaq. Bazar ertəsi çərşənbə və cümə günləri yalnız alma yeyir. Bazar ertəsi alma yeyir. Çərşənbə günü alma yeyir. Bir də cümə günü alma yeyir. Düzdür? Alma yeyir. Cümə axşamı isə yalnız mango yeyir. Cümə axşamı mango yediyi üçün buraya yazaq mango. Çərşənbə axşamı da mango yeyir. Bax yazılıb burada. Çərşənbə axşamı da mango yeyir. Mango.
Bunları qeyd etdik. O bir gündə ya 2 alma ya da 3 mango yeyir. Yəni alma yeyən günlərə biz 2 yazmalıyıq. Çünki bir gündə 2 alma yeyir. 2. Burada 2 yazmalıyıq. Burada 2 yazmalıyıq. Mango yeyəndə isə mangodan 3 dənə yeyir hər dəfə. 3 dənə bura, 3 dənə bura. Gəlin baxaq, o bir həftədə neçə meyvə yemiş oldu? 2, 3, 5, 5 ilə 2, 7, 7 ilə 3, 10, 10 ilə 2, 12. Deməli, bir həftədə Kangi 12 meyvə yeyir. Bizdən isə 2 həftəni soruşur. 2 həftədə isə 2 dənə 12 meyvə yeyər. Yəni 2 dənə 12, 2 vur 12 deməkdir. Bu da olacaq 24. Cavab E variantı. Keçək sonuncu sualımıza. Sonuncu sualımız da çox maraqlı, bir 5 ballıq sualdır. Diqqətlə qulaq asın. Seymurun 5 oyuncağı var. Top, konstruktor, stolüstü oyun, mozaika və maşın. O hər oyuncağı fərqli rəfə qoyur. Məlumdur ki, top konstruktordan yuxarıda, lakin maşından aşağıda yerləşir. Bu cümlə uşaqlar çox önəmli bir cümlədir. Stolüstü oyun isə topdan bir üstəki rəfdədir. Bu cümlə də çox önəmli cümlədir. Hansı rəfdə mozaika ola bilməz? Uşaqlar, gəlin bu tapşırığı təbii ki biz oyuncaqları öz yerlərinə qoymaqla, yəni yoxlamaqla etməliyik. Gəlin özümüzdən bu rəfləri çəkək. 1, 2, 3, 4, 5 dənə oldu. Gəlin belə eləyək. Birinci, nə deyir burada? Hər oyuncağı bir fərqli. Mənim top konstruktordan yuxarı. Demək, konstruktoru ən aşağı qoyaq. Bura. Top da ondan yuxarıda olduğu üçün top da burada olacaq. Təbii ki. Məlumdur ki, top konstruktordan yuxarıdadır. Lakin maşından aşağıda yerləşir. Stolüstü oyun isə topdan bir üstəki rəfdə. Deməli, burada da stolüstü oyundur. Düzdürmü? Maşın da olacaq uşaqlar burada. Düzdürmü? Mozaika da burada yerləşə bilər. Deməli, mozaika 5-də yerləşə bilər. Bizdən çünki soruşur ki, burada mozaika hansında ola bilməz. Deməli, biz 5-ci rəfə mozaikanı qoya bildik. Ona görə cavab deməli 5 ola bilməz. Bu variant getdi. İndi yenə yoxlayaq. 1, 2, 3, 4. Aha. Biz nə öyrəndik uşaqlar? Öyrəndik ki, bax bu üçü bir-birinin üstündədir hər variantda. Düzdürmü? Hər variantda. İndi yerlərini dəyişə bilərik bunu. Bax, məsələn, konstruktor aşağıda, top ondan yuxarıda, stolüstü oyunda ondan yuxarıda. İndi maşınla mozaikanın yerini dəyişə bilərik. Maşını qoyaram 5-ci rəfə, mozaikanı qoyaram 4-cü rəfə. Deməli, mozaika 4-də də yerləşə bilər. Bu variantda getdi. İndi yenə yoxlayaq uşaqlar. 1, 2, 3, 4. Yenə eyni qaydada. Bu dəyişilmir. İndi nə edə bilərik? Gəlin baxaq. Konstruktor burada. Top bundan yuxarıda. Top bundan yuxarıda. Düzdür. Yox, belə eləyək. Gəlin, bura mozaikanı yerləşdirək. Bir dəqiqə. Bax, konstruktor olsun burada. Düzdürmü? Mozaika olsun ikincidə. Aha. Top mozaika konstruktordan belə deyək, üstə ola bilər. Yəni, belə ola bilər. Stolüstü oyunda bundan üstə olsun. Maşında burada olsun. İndi deyə bilərsiniz ki, müəllimə, axı burada dediniz ki, bunlar bir-birinin üstündədir. Bəli, biz yenə də burada bu qaydanı pozmadıq. Yəni, əsas burada şərt budur ki, stolüstü oyun topdan bir üstəki rəfdədir. Bu şərti biz qoruduq.
Sadəcə bunu biz belə də yaza bilərik. Çünki konstruktor bunların hər ikisindən aşağıdadır. Həm topdan, həm stolüstü oyundan. Ona görə belə yazmaq olar. Deməli, mozaika ikinci rəfdə də ola bilər. İkinci rəfdə getdi. Düzdürmü? İkinci rəfdə də ola bilər. İndi gəlin mozaikanı birinci rəfə qoyaq, yoxlayaq. 1, 2, 3, 4. İndi mozaika bu 1-də olsa, konstruktor burada, top bunun üstündə, stolüstü oyun burada, maşın da burada. Belə də olur. Deməli, birinci variantda gedir. Onda yerdə nə qalır? 3. Deməli, cavabımız 3 olacaq. Amma yenə də gəlin baxaq nəyə görə 3 olacaq. Baxın, uşaqlar. Konstruktoru əgər biz gətirib bura qoysaq, top da bundan yuxarıya qoysaq, bax 3-ə mozaika qoysaq, belə yazıram hər ehtimal. Stolüstü oyunu bura qoysaq, maşını da bura qoysaq. Burada qanunauyğunluq pozulur. Axı bizə deyir ki, stolüstü oyun, yəni bu, topdan bir üstdəki rəfdədir. Yəni burada yerləşməlidir. Ona görə də biz bura mozaikanı qoya bilmərik. Ona görə də cavabını